Bugün Tofiqin anım günüdür. Sağ olsun kendimizin ziyalıları, sağ olsun kendimizin yaradıcı insanları bugün buraya yığışdılar ve bizimle beraber Tofiqin xatirəsini yad elədilər. Hər birinə böyük təşəkkürümü bildirirəm. Tofiq Əmircana çox bağlı adam idi. Hətta Əmircanda o dövrdə bir Ağaqulu adında bir kitabxanaçı var idi. Bəlkə də Tofiqin ən gözəl şeirlərindən biri o Ağaquluya həsr elədiyi şeirdir. Kitabxanaçı Ağaquluya. Müharibədə ayaqlarını qoyub gəlmiş, ayaqlarından olmuşdu, hər iki ayağından. Və Əmircanda klubun kitabxanası var idi. O kitabxanaya qalxmaq üçün taxta pilləkənlərlə yuxarı qalxmaq var. Təsəvvür eləyin, iki ayağı da protez olan bir insan nə zulümlə o pilləkənləri qalxırdı və o həmişə deyirdi ki, oxumaq lazımdır. Uşaqlara kitabı sevdirən adam olmuşdu. Tofiq də onu çox yüksək dəyərləndirirdi ki, o insanlarda kitaba məhəbbət aşılayırdı. Bu kənddə vaxtı ikən Kübra müəllimi olub, Lenin ordeni alıb. O dövrün ən yüksək ordeni idi. Tofiqin ibtidai sinif müəllimi olub. Tofiq ona böyük bir təbrik çiçəkləri adında poema həsr edib. Tofiq Səttar Bəhlulzadəyə Səttar Çələngi adı altında bir neçə şeirlər həsr edib. Deyir ki, təbiət Səttarı gözəl yaratmayıb, amma Səttar təbiətdən elə qisas aldı ki, təbiəti olduğundan daha gözəl öz əsərlərində yarada bildi. Və bugün bu bahar çağında, bu güllərin, çiçəklərin, necə deyərlər, mahnı oxuduğu bir dövrdə Tofiq dünyadan köçüb. Onun son arzularından biri də o vaxt oldu ki, axır günlər Tofiqin vəziyyəti yaxşı deyildi, xəstəxanada yatırdı, mən onun yanına getmişdim. Məndən soruşdu ki, hovuzun yanındakı ərik ağacı gül açıb, dedim hə. Mən gəldim Əmircana, o budağı kəsdi, apardım Tofiqə verdim. Yəni o əslində o budaq simvolik məna daşıyırdı. O ağac Tofiqin təbiətlə son vida görüşü idi və onu dərindən bir ah çəkmişdi o zaman. Allah rəhmət eləsin. Tofiq Bayram haqqında söz demək o qədər də asan deyil. Ona görə ki, bu həqiqətən Əmircanın içərisindən çıxmış, onun ab-ı havası ilə, insanları ilə həmişə ünsiyyətdə olan bir şəxs idi. O həqiqətən Azərbaycanın xalq şairi idi. Tofiq Bayramın yazdığı Əmircan lövhələrində Səttar Bəhlulzadəni ağlı başlı tərənnüm eləyir. Onun nə dərəcədə insan olduğunu açıq şəkildə göstərir. Tofiq Bayram o baxımdan mükəmməl şeir demək qabiliyyətinə malik idi və onun yaxşılıqları, xeyirxahlığı hamısının yadındadır. O xeyirxahlıqların nəticəsidir ki, həmişə Səttar Bəhlulzadə ilə dostluq edib onun qayğısına qalanlardan biri idi. Deyir, mömin insana yaraşmaz görə möhtac olanı, çatmaz imkanı əgər söyləsə bir xoş kəlamı, bu kəlam Allaha bağlı, ümid olsun axarı, ürəyində iman olsa çatacaqdır yuxarı. Həci olmuş görəsən etsə səxavət kasıba, qalmaz heç bircə nəfər, yetsə ziyafət kasıba. Axı səndən diləmək yersiz olar bilməlisən, deməyə haqqı da yoxdur, sən özün görməlisən. Halal olsun o kəsə pul qazanıb xümsü verə, harama çatsa o kəs yaxşı olar girsə yerə. Axır əvvəl bilinər kim qazanıb, kim udacaq, Tanrıya fərq eləməz kimsə nəzərdən qalacaq. Hər hala sözlərinin sirrini ver, xümsünü ver, ki qalan şübhələrə əcrini ver, ömrünü ver. Azərbaycan ədəbiyyatının poeziya üfüqlərində gür şəfəqi olan bir şair idi. Tofiq Bayram öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında dərin iz qoymuş şair idi. Mən fəxr eləyirəm ki, Tofiq Bayram Əmircan Xilə kəndinin sakini olub, Əmircanı sevib, onun məzarı da kəndimizdə yerləşir dahi.
rəssam Səttar Bəhlulzadənin məzarı ilə yanaşıdır. Mən onda 154-cü məktəbdə oxuyanda mənə cəmi 12 yaşım var idi. Məktəbdən çıxanda, qaydanda gördüm ki, məktəbin yanında bir futbol plaşatkası var idi. Bu da topla, yəni varotaya göz vurur, topu vurur. Ancaq varotada eşq edir. Deyir, ay uşaq, gəl burada varotada dur, yəni varotaya vurur. Bir iki dənə vurandan sonra deyir ki, sən də gedə bilərsən, yoxsa evdə narahat olarlar. Bundan başqa da mən Tofiq Bayramla bir-iki dəfə məclislərdə görüşmüşük, söhbət eləmişik. Həmişə atam məclisdə, zətdə görüşəndə o atama çox böyük hörməti var idi. Həmişə gəlib atam sonra söyləyərdi ki, biz Tofiq Bayram nə dedi, necə deyil, nə belə çox, onlar hamısı yadımdadır. Tofiq Bayram hər birimiz üçün gözəl bir şairdir. Gözəl bir şeirləri olan şairdir. Amma Tofiq Bayramın mənim həyatımda məxsusi bir rolu var. Uşaqlığımın və gəncliyimin şairidir. Mən onun şeirləri ilə böyümüşəm, onun şeirlərini sevmişəm. Və ən gözəl doğmalıq hissi də Tofiq Bayrama aşıladığım hisslər mənim rəhmətlik atamdan gəlib. Çünki Tofiq Bayram mənim rəhmətlik atam Hacı ilə dost olub. Tofiq Bayram çox gözəl nəslin nümayəndəsi olub. Çox alicənab nəslin nümayəndəsi olub. Allah rəhmət eləsin İslam əmini, Ramiz müəllimi, Ramiz əmini rəhmət eləsin. Yəni biz Tofiq Bayramı həmin o nəslin nümayəndəsi kimi tanımışıq və mənim uşaqlıq xatirələrimdə Tofiq Bayram evimizdə çox olub. Bizim məclislərdə, şad məclislərimizdə bir yerdə iştirak edib, atam rəhmətli ilə bir yerdə. Ay gecikən məhəbbətim şeiri var. Sərxan Sərxanın ifasında ona mahnı da bəstələnib. Yəni o musiqisi də var, Sərxan Sərxan onu ifa edir. Bizim gənclik dövrümüzün bir sözlə şairi olub. Hər zaman məndə belə bir hiss, duyğu var ki, rəhmətlik atamla bağlı olan insanlar, mən atamı tez itirmişəm. Atamın dostları mənim üçün həmişə əziz olub. Həmişə də onunla bağlı olan xatirələrimdə Tofiq Bayramın da öz yeri var. Allah rəhmət eləsin. Dəyərlilər həmişə biz üçün dəyərlidir. Kəndimizin ziyalıları həmişə biz üçün dəyərlidir. Çünki bu insanlar Əmircan deyəndə ilə Tofiq Bayram da yada düşür. Mən hər zaman öz çıxışlarımda deyirəm, Bakıxanov deyəndə, Səttar Bəhlulzadə deyəndə, Tofiq Bayram deyəndə ilə Əmircan başa düşülür. Ona görə də sizə də təşəkkür edirəm. Öz növbəmdə hər zaman istər Nicat, istər siz, hər zaman Əmircanın gözəl tanınmış ziyalılarını işıqlandırırsınız. Buna görə də sizə təşəkkür edirəm. Hmm.